Salam, hörmətli kanal izləyicilərimiz. Bu gün Əsmən Masazır Qəsim belə bir möhtəşəm bir evimizə mən tanış edim. Evimiz xatırladım ki, 3 sot yarım, 4 sota yaxın torpaq sahəsinin üzərində inşa olunub. Belə bir gözəl bir möhtəşəm bir evimiz, şəxsi tikili evimiz satışdadır. Xatırladım ki, evimizin üstünə 250 min manat pul qoyulub bu evimiz üstünə. Amma 100 min demək olar ki, aşağısında evimiz satılır. 158 min manat belə bir gözəl bir möhtəşəm bir evimiz satılır. Evimizin birinci mərtəbədə düşən pləkandır. Evimizin fasad görünüşü bax bu formadadır, gördüyüm gibi möhtəşəm bir formadadır. Marşrut xətti, bax bu gördüyünüz sarı evin düz qarşısından marşrut xəttidir, yol asfalt hörmətli kanal izləyicilərimiz. Bax belə bir möhtəşəmlikdir, bir daha görsədim sizə. Sağ tərəfində, sol tərəfində ağac güləkimiz torpaq sahəsi saxlanılıb. Qaz, su, işıq mərkəzi kondisionerlərimiz tam qaydasındadır. Evimiz 3 mərtəbədən ibarətdir. Birinci mərtəbə buradan sol tərəfdən aşağıdan düşülür. 2 və 3 kolonlarla 2 manat betondan tikilib, evimizin fasadı kaban çıxdı. Ən balı kaban çıxla üzənilib. Polo parketdir. Burada belə bir gözəl bir terası var. Və indi isə mən sizi sağ tərəfdə evimizin qonaq otağıdır, mətbəxdir. Və burada isə sağda sanitariya qovşağı, burada da bir dənə bax belə bir gözəl bir yataq otağıdır. Evimiz ümumiyyətlə 6 otaqdan ibarətdir. Podokon ki, mərmərdir, kombi sistemi hazır vəziyyətdə, işlər vəziyyətdədir. Pəncərələr plastikləndir, bahalı plastikləndir. Fiqurlar da yığılıb, gözəl fiqurlar da yığılıb bütün otaqlarda. İndi isə mən sizi digər otaqlarına tanışlayayım. Hamısı fıstıq ağacından qapılardır. Burası evimizin sanitariya qovşağıdır. Bura moykasıdır. Burası evimizin sanitariya qovşağıdır. Yeri stüp olan təhsil yuxarı asma tavanla təhsil olunub. Evimizdə yaşayış olunub. Evimiz nə olar ki, bəlkə 10 ildən yuxarı tikilib, amma yaşayış olunub. 3-cü mərtəbəsindən qalxan pləkandır. Koridorunda da əlavə olaraq burada radiator sistemi qoyulub. Mətbəxi isə genişdir, gördüyünüz kimi. Mətbəxi də bax, belə bir gözəllikdədir mətbəxi. Pəncərəsi bir qarşı tərəf həyətinə baxır və bir də sağ tərəf həyətinə baxır. Belə bir gözəllikdə evimizin mətbəxi var. Bir də xatırlayın, 100 min aşağısına evimiz satılır. Burada torpağın sotu demək olar ki, 20 min manatdır. Elə rahatçılıqla torpağımızın qiyməti 70 min manat, 80 min manat civarındadır. Belə bir möhtəşəm bir evimiz təcili satılır, 50 minatda satılır. Və qonaq otağında 2 dənə radiator bax burada mövcuddur. 3 dənə pəncərə baxır, birbaşa öz həyətinə baxır. Hörmətli kanal izləyicilərimiz, evimizdə demək olar ki, heç bir əlavə, məsəl üçün, pul ehtiyacı yoxdur, hazır vəziyyətdədir. İndi isə mən 3-cü mərtəbəsindən tanış edim. Bugünkü gündə Masazırın zəif yerlərində bu evin yarısı boyda evlər 150-140 min manat civarında satılır. Amma bu evimiz gördüyünüz kimi Masazırın dairəsinin yaxın bir ərazidə asfalt yolunun üzərində 158 min manata satışa çıxıb. İkinci mərtəbədə 1, 2, 3, 4 dənə yataq otağı, balkonuna çıxışı və burada sağda sanitariya qovşağıdır. Burası ikinci mərtəbə sanitariya qovşağıdır. Sol tərəfdə yenə də bir dənə bax, belə bir yataq otağı var. Bütün yataq otaqlar fiqurlarla yığılıb. Bütün podokon hamısı mərmərlə təsis olunub. Bütün otaqlarda kombi sistemi mövcuddur. Burası ən böyük yataq otaqlarından biridir. İkinci mərtəbədə satışda çox az qalacaq bu evimiz. Onu da xatırladım sizə. Çox az müddətdə qalır. Çünki bu qiymətli belə bir ev həqiqətən də yoxdur. Evimiz 240 min manata satışa çıxmışdı. Sözsüz ki, evin üstündə 250 min manat pul qoyulub. Amma 240 min manat satışa çıxmışdı. Amma bugünkü təzyiq olaraq evimiz 158 min manata satışa çıxıb. Yer cəhətdən gördüyünüz kimi hündürdür. Yolu asfaltdır. Buradan birbaşa həyət yan sahəsinə baxır. Balkonu terası, gözəl terası var. Yəni burada da stol qoyub rahatsızlığına yayda istirahat edə bilərsiniz. Hündür arazidir. Buradan da görə bilərsiniz. Evlərin kırışası demək olar ki, bu evin aşağısındandır. 4 dövrəmə qoşadaş, kolonlarla, manat betonla inşa olunub. Birinci mərtəbə, ikinci mərtəbə hamısı parketdir, qoz ağacından. İndi isə mən sizi birinci mərtəbəsindən tanış edim. İnşallah ev olmayan insanlar Allah Teala belə gözəl evlər qismət etsin. Kanalımıza abunə olmağı, video bəyənməyi unutmayın ki, yeni satışa çıxan evlərlə birinci növbədə siz tanış ola bilərsiniz. İndi isə mən sizi
birinci mərtəbəsini tanış edim. Düzdür, qapıları bağlı olduğunu görmezsə, qapılarını açıb görsədə bilməyəcəm. Bura kombo otağımızı görürük, kombinin hava filtrə çıxan yeri oradır. Kombo otağımız buradır. Buradan isə evimizin altına birinci mərtəbə rahatçılığına keçmək olur. Evimizin sağ tərəfində bax bu boyda məsafə saxlanılıb. Düzdür, qapısı bağlı görsədə bilmirəm. Evimiz 4 dövrəmə gördüyüm kabançıqla üzlənilib. Bir də xatım, evimizin qiyməti 158 min manata satışa çıxıb təcil olaraq. Satışda çox az qalan evdir bu. Əlavə məlumat üçün zəng vura bilərsiniz. Kanalımıza abunə olmağı, video bəyənməyi unutmayın ki, yeni satışa çıxan evlərlə birinci növbədə siz tanış ola biləsiniz. Sənədlər isə tam paket kupçadır. Evin də torpağının tam mülkiyyət sənədləri qaydasındadır. İpotekaya yararlıdır.